Salam millət. Bu videoda Pythonda Pydantic kitabxanası ilə verilənlərin validasiyası haqqında danışacağam. Verilənlərin validasiyası verilənlərin düzgünlüyə görə yoxlanılması deməkdir. Əgər nə isə hər hansı bir veriləni düzgünlüyə görə yoxlayırıqsa, deməli bu hər hansı bir struktura, hər hansı bir qanuna uyğunluğa malik olan bir datadır. Çünki random bir şeydə biz heç bir qanuna uyğunluq yoxlaya bilmərik. Söhbət hansı datadan gələ bilər? Məsələn, çox vaxtı bizim datamızın, bizim verilənlərin mənbəyi, deyək ki, API var, hər hansı bir fayl var və yaxud da ki, LLM-lərin, böyük dil modellərinin, ChatGPT falan mənbə ola bilər və biz nə edirik? Biz istəyirik ki, həmin verilənləri yoxlayaq. Görək ki, bu gələn verilənin hansı sahələri var, bizim gözlədiyimiz sahələrdirmi, onların tipləri bizim gözlədiyimiz tipdədirmi və s. Və bu cür yoxlamalar məhz validasiya adlanır və bunu Pydantic ilə edirik. Bunun üçün elə ən yaxşı variant Pythonda Pydanticdir. Özləri belə deyir və yanılmırlar. Birincisi, Pydantic 3-cü tərəf kitabxanadır. Bunun üçün onu quraşdırmaq lazımdır. Adətən nəyə sadiq qalaraq pip install kitabxanamızın adı Pydantic. Səhv yazdım. Pydantic. Məndə artıq var. Və əgər Pydanticdən danışırıqsa, verilənlərin modeli haqqında danışmaq, ümumiyyətlə data modeli haqqında danışmaq lazımdır. Model nədir? Model imkan verir ki, biz hər hansı bir qrup obyekti, veriləni bir nüsxə kimi təsəvvür edək. Buna bir klass kimi baxmaq olar, bir qəlib kimi baxmaq olar. Məsələn, deyək ki, bizdə nəticə olaraq hər hansı bir massiv bir array qayıdır və həmin array, həmin siyahı çoxlu sayda elementlərdən, itemlardan ibarət və hər bir item bir, deyək ki, person, bir şəxs, yəni bir adamlar siyahısı qayıdır bizim üçün. O zaman biz bir model qura bilərik və bu modeldə bir item, bir element, yəni bir məfhum person olacaq. Yəni əgər şəxslərdən danışırıqsa və fikirləşirik, person nəyi var? Modelləşdirmə aparırıq. Model qursaq əgər, bu personın nələr olacaq? Hansı xüsusiyyətlər olacaq? Deyək ki, name olacaq, hansının ki tipi sətr olacaq. Sonra surname olacaq, yəni soyadı, hansının ki sətri, tipi sətr olacaq. Age olacaq, deyək ki, yaş, hansının ki tipi normalda integer, tam ədəd olmalıdır. Və bu cür biz bir növ qəlib hazırlayırıq və gələcək şəxslər, person nüsxələri bu qəlibə uyğun olmalıdır. Və bu qəlibə görə biz biləcəyik ki, daxil olan item, daxil olan verilən o məfhum doğrudur ya yox, o qəlibə sığışır ya yox, uyuşur ya yox. Okey, modeli dedik ki, yoxlamanı aparırıq modelə görə, modeli isə Pydanticdə class formasında yazırıq. Eyni şeyi əslində, demək olar ki, eyni şeyi Pythondakı data class var etməyə var, haqqında danışmışıq. Amma Pydantic sinifləri, base model import eləyəcəyik indi. Pydantic sinifləri data classlardan daha funksionaldır, daha genişdir. Buna indi əmin olacaq. Birincisi, modeli yaratmaq üçün Pydanticdəki base model adlı sinifdən törəməliyik bizim sinifi, inherit etməliyik. Bunun üçün isə həmin modeli birinci import etmək lazımdır. Yəni həmin base modelu. Deyirik ki, from Pydantic commit import base model. İşə salırıq. Bizim yaradacağımız bütün siniflər, bütün modellər bu sinifdən törəməlidir. Bu sinifdən inherit eləməlidir. Bayaq kimi, deyək ki, bizim bir person modelimiz olsun. Sinif olacaq. Class person və bunu model olaraq yaratmaq üçün nə etməliyik? Base modeldan törəməliyik. Obyekt yönlü proqramlaşdırma. Bu vaxt danışmışıq. Daha sonra nə edirik? Xüsusiyyətlər kimi, sinif xüsusiyyətləri şəklində bu modelin xüsusiyyətlərini olacaq, deyək ki, sahələrini sadalayırıq və tipləri ilə birlikdə. Niyə? Birazdan deyəcəm. Məsələn, dedik ki, personın, şəxsin adı olmalıdır, hansının ki tipi sətr olacaq. Fikir verin, tipləri necə göstəririk? Pythondakı, yəni
müasir Pythondakı 3.9-dan demək olar ki, bu tərəfə type hintinglər kimi, tip anotasiya var kimi, 2 nöqtə və tip. Və yadımızdadır ki, əgər biz normal Pythonda nə bilim deyək ki, funksiyanın başlığında və yaxud da ki, data class-larda bunu string deyib, aman, məsələn, integer ötürsəydik, heç bir şey olmazdı. Sadəcə olaraq bu hint verir. Eyham vurur ki, burada string olmalıdır və yaxud burada integer olmalıdır. Ancaq göstərici kimi. Və biz bunu deyəsən tip göstəriciləri kimi tərcümə eləmişdik. Yəni sadəcə göstəricidir. Bunun hər hansı bir proqramın işinə təsiri olmayacaqdı. Amma Pydantikdə belə deyil. Əgər biz Pydantik modelində, Pydantikdən istifadə edəndə deyiriksə ki, bu name xüsusiyyətinin, bu name sahəsinin tipi sətr olmalıdır və sətirdən fərqli bir şey daxil edəsək, o zaman bu çökəcək, bizə xəta verəcək. Niyə? Çünki Pydantik məhz datanı validasiya etmək üçündür, yoxlamaq üçündür. Və o, yoxlamaq üçün məhz bu Python'ın daxili tip göstəricilərindən istifadə edir. Yəni, normal Python'da heç nə çökməyəcək, işləyəcək, amma Pydantik bizə xəta atacaq. Və xəta onun üçündür ki, biz bilək ki, modeldə nəsə yanlışlıq var. Bu data bu modelə uyğun gəlmir. Məhz bunun üçündür. Deməli, dedik ki, name olacaq, hansı ki tipi sətr olacaq. Dedik ki, surname olacaq, soyad. Surname, hansı ki tipi str sətr olacaq və deyək ki, bir age olsun. Yaş, hansı ki tipi integer olacaq, yəni int. Bu bizim birinci modelimiz. Bütün bunlara rəğmən, yəni model falan, Python olaraq, bu Python'ın kitabxanasıdır və bu da Python'ın sinifidir. Adi bildiyimiz sinif kimi bir şeydir. Adi sinifdir, okey? Və biz nə edirik? Bu sinifin nüsxəsini yarada bilirik. Məsələn, deyək ki, Əli bərabərdir person və nə ötürürük? Bir dəqiqə. Person'a başqa şey yazdım. Deməli, person və hansı sahələri var? VS Code'un özü, ümumiyyətlə, PyCharm falan da eyni şey deyəcək. Bizə nə edir? Buradakı sahələrin adlarını göstərir. Görürük ki, nə var? Name var, str, surname var, str, age var, integer. Okay? Bunu bizə göstərir. Və nə edirik? Deyək ki, elə buradakı kimi olsun. Bu cürdə olsun. Dedik ki, adı budur, surname'i budur, age də budur. İşə salıram, işlədi. Baxaq görək nə var burada. Belə bir obyektdir. Görünüş baxımından eyni ilə data classları oxşuyur. Okay? Görək nəsə bir instansı, obyektdir. Hansının ki, bax, görünüşdə belə bir sahələri var. Nöqtə deyərək həmin sahələrə giriş əldə edə bilirik. Age'dir. Sonra nə var? Nöqtə surname'dir. Sonra nöqtə nə var idi? Nöqtə name idi. Hamısına nöqtə ilə gelib çıxa bilirik. Bu, gəlin birinci bir xəta var. Deyək ki, hal-hazırda, bax, bura ötürdüklərimiz bu qaydalara uyğundur, tip olaraq. Name ötürdük, surname ötürdük, age ötürdük, gözlənilən tiplərdən. İndi belə bir şey deyək. Deyək ki, age ötürüm bə. Okay, age olmasın. İşə salıram, çökür. Nə deyir? Deyir ki, validation error, validasiya, yoxlanılma xətası baş verdi və baxın, tipin adı, daha doğrusu sahənin adı. Hansı sahə üçün validasiya, yoxlama çöktü? Çünki baxın, bu modeldir. Bu modelin 3 sahəsi var. 1, field 1, field 2, field 3. Okay? Bu da onların tipləri. Və görürük ki, age üçün validation error, yoxlama xətası baş verdi. Bu deyir ki, nə deyir? Missing, xətanın tipi, type bərabərdir missing. Missing nə deməkdir? Yoxdur, əksikdir. Nə yoxdur? Bu sahə yoxdur. Okay? Bu demək ki, bu sahə olmalıydı, amma yoxdur. Missing. Deyək ki, var. Qaytaraq geri. Amma belə bir şey ötürək. Adi sətr. Okay? Biz demişik ki, age tipi int olacaq, amma nə edirik? Bir sətr ötürürük. Və işə salmağa çalışaq. Yenə alıram validation error, amma bu da biraz fərqli error olacaq. Yenə age sahəsi üçün
Ancaq bu dəfə nə deyir? Input should be valid integer. Deyir ki, input, bax bu age üçün daxil etdiyimiz input normal, valid, yəni düzgün integer olmalıdır. Tam ədəd olmalıdır. Amma biz nə etmişik? Biz null sətr ötürmüşük və onun tipi str-dir. Integer deyil. Okay? Bu da bizim xətamız. Sonra qaytaraq geri. Belə bir şey. Deməli, birincisi yoxladı. Yoxlayır görək. Daxil olan verilən bu struktura uyğundur ya yox. İkincisi, ikinci bir müsbət cəhəti bunun obyekt olmasıdır. Çünki deyək ki, əgər biz bunu hər hansı bir sadə dictionary, lüğət kimi saxlasaydıq, biz məcburuq ki, bütün sahələri yadda saxlayaq. Deyək ki, bu person olsaydı bir dictionary, hansının ki, nəsə çoxlu sayda daxili strukturları var, filan. Biz məcburuq ki, deyək ki, hər hansı bir sahəsini almaq istəyirsə, yadımızda saxlayaq ki, bunun hansı sahəsi var idi? Əgər bunun belə deyək, dəyərin özü bir lüğət olsaydı, onda ümumiyyətlə hamısını yadda saxlamaq biraz qəliz məsələ olardı. Amma bunu model nüsxəsi kimi saxlayanda, bir class nüsxəsi, bir Python obyekt kimi saxlayanda, onda nöqtəyə görə rahatlıqla bilmək olar ki, bunun nəyi var? Bunun age-i var, bunun surname-i var, bunun nə bilim, nəyi var? Bunun name-i var və s. axır. Okay? Burada artıq sağa sola getmək daha rahatdır. Azma ehtimalı daha azdır. Əla. İndi belə bir şey deyək. Deyək ki, bizdə hər hansı bir qrup olsun və qrupun olsun adı və olsun üzvləri və hər bir üzv bir person nüsxəsi olmalıdır. Məsələ odur ki, biz model təyin edəndə modelin sahələri təkcə Python'ın sadə tipləri deyil, sətir, integer, list və s. axır. Həmçinin başqa custom tiplər də ola bilər. Məsələn, biz nə edə bilərik? Deyək ki, bir qrup modeli yaradaq. Class group, hansı ki model olduğu üçün base moduldan gətirək. 2 nöqtə. Bunun olsun adı, tipi str və bunun olsun üzvləri, members. Hansı ki list of person olacaq. Bu nə deməkdir? Bu deməkdir ki, members list olacaq. Okay? Bu Python'ın tipping məsələsidir. Tip annotasiya var falan. Biz desək ki, members list, bu deməkdir ki, Pydantic yoxlayacaq ki, members bir siyahıdır ya yox. Okay? Bu siyahı ədədlər siyahısı da ola bilər. Nə bilim, sətirlər siyahısı da ola bilər. Amma biz nə edə bilərik? Daha dərinə gedə bilərik. Bu Pydantic məsələsi deyil. Bu ümumiyyətlə Python'da olan bir şeydir. Biz deyə bilərik ki, bu nələrin siyahısı ola bilər? Konkret hansı tipdə elementlərin siyahısı ola bilər? Bunu göstəririk. Məsələn, deyə bilərik ki, list belə kvadrat mütərizələr içərisində int. Bu deməkdir ki, bu integerlərdən ibarət olan list olacaq. Amma biz nə edirik? Biz deyirik ki, bu personlardan ibarət olacaq bir list olacaq. Okay? Yəni person özü bir modeldir və artıq Pydantic başa düşəcək ki, name sətirdir. Members isə bunlardan ibarət olacaq bir siyahıdır. Yəni deyək ki, 3-4 dənə person obyekti var, nüsxəsi var və list həmin obyektlərdən ibarət ola bilər. Başqa heç bir tip ola bilməz. Ancaq person var. Yaxşı. İndi nə edək? Bir qrup yaradaq. Deyək ki, belə bir şey eləyək. Aktyorlar yaradaq. Deyək ki, kimlər var? Chuck Norris olsun. Adı necə yazılırdı onu? Yəni ki, belə olacaq. Bunu tapdı. 88. Chuck olacaq. Burada kim ola bilər? 90'ların bayılı uşaqları. Jean-Claude Van Damme olsun. Van Damme Norris. Pis deyil. Nəysə, belə bir şey. Olsun 70. Biografiyalarını bilmirəm. Və deyək ki,
bir qrup yaradaq. Aktyor var. Actors bərabərdir. Qrup nüsxəsi. Qrupun nəyi var idi? Adı və members. Adı, name bərabər olsun. Aktyor var. Members. Members nə olmalıdır? Members bizdə baxırıq. List of person. Person var, siyahısı olmalıdır. Ona görə nə edirik? Bunları eləcə götürüb siyahıya ata bilərik. Jack Van Damme. Okay. İşə salırıq. Hər şey işləyir. Baxırıq. Aktyor var. Və budur. Görürəm ki, nə var? Qrup. Budur bizim qrupumuz. Var qrupun adı. Okay. Actors. Və var members. Budur. Members'in içərisində 2 dənə person var. Person'ın biri bizim məğlub edilməz Chuck və bizim Van Damme. Hər ikisi burada. Və biz nə edə bilərik? Baydan elə yazılıb ki, VS Code falan bu IDE'lər type hintlərindən istifadə edə bilir. Yəni əgər mən nöqtə name desəm, baxın, bilir ki, bunun tipi str-dir. Bu sətir bir şeydir. Actors, okay. Members deyəcəm. Hansı ki, list of nədir? Person. Üzərini gətirirəm. Budur. List of person. Nə edə bilərik? Bilirik ki, bu personlardan ibarət bir siyahıdır. Ona görə nə edirik? Məsələn, birincini alsaq, bilirik ki, bu bizə qaytaracaq. Hərçən ki, burada göstərmir. Belə bir şey edə bilərik. Deyək ki, t bərabərdir buna. Üzərinə gətirsəm, deyəcək mənə, budur, deyir. Deyir ki, bu variable'ın tipi, bu dəyişənin tipi persondur. Özü avtomatik tutur. Okay? Və avtomatik tutduğuna görə biz nöqtə deyəndən sonra düzgün variantları bizə göstərir. Biz bilirik ki, bunun age olacaq. Okay? T lazım deyil artıq. Yəni, birinci üzvün, member'ın age'i budur. Görək kimdir o? Yəni ki, Chuck'dır. Sonra surname'i budur və s. axır. Okay? Yaxşı. Bütün məsələ heç də yox olmadan ibarət deyil. Biz həmçinin nə edə bilərik? Bunu dump eləyə bilərik, export eləyə bilərik JSON kimi. Deyək ki, API ilə işləyirik və nəticə olaraq harasa göndərmək istəyirik. Və yaxud da ki, əksinə, bunu API-ın və yaxud da ki, LLM-in nəticəsindən oxuyuruq, JSON olaraq oxuyuruq və obyektə çevirmək istəyirik. Həm validasiya edirik, həm də çevirmək istəyirik. Bunun üçün də istifadə edə bilərik. Əgər bunu JSON-a çevirmək istəyiriksə, onda belə bir şey. Deyirik ki, actors, yəni model, nöqtə, dump, model dump deyə bilərik. Model dump nə edir? Bizə bu modelin, daha doğrusu bu modelin nüsxəsinin dictionary'sini qaytarır. JSON-unu qaytarır. Okay? Bu JSON-dur. Python dilində isə bu lüğətdir, dictionary'dir. Sonra nə edə bilərik? Bunu sətr formasında JSON sətri kimi qaytara bilərik. Hansını ki, API nəticəsi olaraq qaytara bilərik. Baxın, sətr kimi. Stringdir bu. Okay? Bu JSON. Bu, əgər biz nəticəni eksport etmək istəyiriksə, çıxışa vermək istəyiriksə. Amma biz nə edə bilərik? Gəlin belə bir şey eləyək. Dump. Bunu copy-paste eləyək. D bərabərdir. Bu məsələ. Belə bir şey. Və bizim belə bir lüğətimiz var. Adi lüğətdir. Okay? Biz bu lüğəti hardansa almışıq. API-dən, LLM, ChatGPT cavab qaytarıb. Fərqi yoxdur. Biz bilmək istəyirik ki, bu JSON, bu dictionary bizim bax bu modelimizə, qrup modelimizə uyğun gəlir ya yox. Yoxsa nəsə artıq əksikliyi var. Bunun üçün nə edirik? Deyirik ki, modelimiz, klassımız harda qaldı? Qrup. Qrup.
nöqtə model validate olmalıdır buralarda. Model validate və içərisinə ötürürük obyekti. Bizim halda bu dictionary-dir. Dictionary-ni ötürdüm və bizə qaytarır obyekti. Model qaytar. Okay? Bu bir qrup nüsxəsidir. Və artıq nöqtə name falan deyirik, fərqi yoxdur. Və əgər bu buradan keçdisə, heç bir xəta almadıqsa, nüsxəni aldıqsa, bu deməkdir ki, bu dictionary doğrudur. Heç bir yanlışlığı yoxdur. Gəlin bunu daşıyaq bura. Daşıyaq bura. Və nəysə körvəyək. Deyək ki, neyiniyək? Deyək ki, Van Damın yaşı yoxdur. Van Damın yaşı yoxdur. Bunu işə salsaq, alırıq validation error. Yəni, bu körvanmış dictionary-ni, lüğəti modelə daxil edərkən yoxlamada xəta alırıq. Nə xətasıdır? Baxaq. Deyir ki, bir indeksli members'ın age-ində problem var. Baxaq, bu bir indeksin members'ın isə biraz uzun getdi. Baxaq, görə biz nəyə validate eləməyə çalışırıq? Deməli, name, okey, problem yoxdur. Members'in, harada qaldı o? Members'in bir indekslisi. Bilirik ki, sıfırdan başlamalıyıq. Deməli, members, okey, gəlin belə bir şey eləyək. Necə eləyək ki, daha oxumu olsun. Belə bir şey. Belə bir şey. Bu sıfırıncı members. Okay. Bu da bir indeksli members. Okay. Deyir ki, burada members'ın birinci indeksində age sahəsində baxın. Bu bir indeksi. Burada da age sahəsi olmalıdır. Ümumiyyətlə, xəta nə zaman baş verdi? Biz bunu modelə daxilləyəndə və Pydantic avtomatik olaraq nə edir? Bunu modelə daxil eləyəndə sahələri tutuşturmağa çalışır, uyuşturmağa çalışır. Name gələcək hara? Name gələcək bura. Members, bax bu members oturmalıdır bu hissəyə və members bura ötürəndə bilir ki, members nə olmalıdır? Personlardan ibarət olacaq siyahı olmalıdır. Onun üçün nə edir? Hər bir siyahı elementini personun içərisinə yazmağa çalışır. Okay, məntiq olaraq. Bunu götürdü bir person kimi yazdı bunun içərisinə. Okay, keçdi. Əladır. Name, surname, age hamısı var. Bunu götürüb, bu member'ı götürüb bura yazmağa çalışanda, bura doldurmağa çalışanda nə baş verir? Name gedir okay. Surname də gedir okay. Amma məsələ age'ə çatanda xəta alırıq. Və nə xətasıdır? Field required. Type missing. Missing nə idi? Sahəni buraxmışıq. Olmalıydı amma yoxdur. Okay. Bu belə. Yəni age'i qaytaraq. Age bərabərdir. 70 olsun 70. Problem nədir? Nəyi bağlamamışıq? Burada, bu burada. Okey. Bu getdi. Sonra növbəti məsələ default dəyərlər. İstəyirik ki, age sahəsi mütləq sahə olmasın. Yəni biz bu age sahəsinə nəsə bir default dəyər verərək, bu sahəni sumaya görə eləyə bilərik. Yəni ötürə bilərsən, ötürməyə də bilərsən. Adi fonksiyonlarda olduğu kimi. Bunun üçün nə edirik? Deyə bilərik ki, modeldə age tipi integer, amma default dəyəri olsun, nə bilim, 0 deyə bilərik, amma məntiqsizdir. Problem deyil. Ona görə nə edə bilərik? Boş deyə bilərik. None. Okay?
belə deyə bilərik. Daha necə deyim, etik olsun deyə nəzərə alsaq ki, Pydantic hələ ki bizim üçün sırf tiplər üzərində işləyir. Biz nə edə bilərik? Typingdən, deməli from typing import optional deyə bilərik. Optional nədir? Optional gəlin bunu tərcümə elə. Yəni optional şərti bir şeydir. Biz bunu ötürə də bilərik, ötürməyə də bilərik. Bizim nəzərimizə görə. Okay? Və biz nə edə bilərik? Biz deyə bilərik ki, bu age integer olmalıdır. Amma optional integerdir. Ola da bilər, olmaya da bilər. Okay? Sadəcə etika naminə. Amma bu bunun optional olması üçün belə göstərmək yox, məhz default dəyər vermək əsasında işləyir. Yəni əgər mən bunu silsəm, bu yenə işləməyəcək. Optional olmadı fərqi yoxdur. Bərabərdir, none demək lazımdır. İndi bunu işə salsaq, Van Damın yaşını yenə alsaq əgər, işə salırıq və görürük ki, budur. Chuck müəllimin deməli yaşı var, Van Dam müəllimin isə yaşı yoxdur. Adam qocalmır. Bu belə. Heç nə. Hələ ki bu qədər.